Deməli, salam, hər vaxtınız xeyir olsun. Avtomobil nasazlıq kodunu yaxalaya bilmir. Necə olur ki, avtomobil nasazlıq kodunu yaxalaya bilmir. Amma nasazlıq var, kodu yaxalaya bilmir. Deməli, məsəl üçün bu avtomobildən danışıram. Məsələn, nümunə üçün deyim. Bu avtomobil işə düşəndə, soyuq halda və yaxud 1-2 saat keçəndən sonra həddindən artıq pis işləyir. Mən əminliklə deyə bilərəm ki, yəni alışma boşluğu var və onu sizə göstərim. Deməli, taxmışam. Deməli, alışma boşluğu var. Bax, qoşulmuşam. Nəyi göstərmək istəyirəm? Daha doğrusu, nədən danışırım? Chevrolet'in nasazlığından danışmırıq. Deməli, belə. Faktiki kodları oxuyuram. Bax, kodları oxuyuram. Bax, kod yoxdur. Görürsünüz. Amma mən avtomobildəki nasazlığı bilirəm də. Yəni, nasazlıq var. Bax. Avtomobili işə salıram. Maşın indi pis işləyir. Güm. Bax, ikinci silindirdə. Bax, görürsünüz. Bax, alışma boşluqları gedir. Görürsünüz, bax, 4 dənə oldu. Bax, 2 dənə təzdən yenə oldu, bax. Görürsünüz. Bax, düzəldi. Yavaş-yavaş düzəlir. Mən bax, avtomobilin artıq nasazlığını bilirəm. Məsələ nədədir? Boş gedişə düşdü. Avtomobil istidir. Gördünüz, bax, 2-3 dənə, 4 dənə alışma boşluğu keçdi. Gördünüz. Bax, считывание кодов неисправность. Kodları oxuyuram. Heç nə alışma boşluğu yaxalaya bilmir. Gördünüz, kod yoxdur. Amma nasazlıq var, ha. İndi nasazlığı da sizə göstərim. Hardan qaynaqlanır? MAF sensorun göstəricinə baxın, kəllə çarxdadır. Deməli, necə olur? MAF sensor səhv işləyir. Bütün alışdırma şamlarının başını qapqara eləyir. Qapqara elədiyi, bu avtomobil həm də GDI yanacaq hesabatı sistemi ilə, yanacaq paylama sistemi ilə təchiz olunduğuna görə, yəni Common Rail kimi bir şeydir, elə bilin ki, dizeldir. Farsunkalar birbaşa silindirə geydirildiyinə görə, onların da başı, elə svesiyaların başı kimi qapqaradır. Yəqin ki, 99% ehtimal onlar yanacaq püskürmürlər ilkin anda. Sonra basır arxadan nasos, doldurur və farsunkanın iqlası da, iynəsi dala gedir və başlayır işləməyə, avtomobil özünə gəlir. Bunun ucbatındandır. İndi mən sizə bu avtomobilə quraşdırdığım alışdırma şamlarını göstərmək istəyirəm. Yəni, mən bu alışdırma şamlarını bu avtomobilin üstündə 1 dəqiqə işlətmişəm. 1 dəqiqə. Ağappaq quraşdırmışdım. Yəni, ağappaq şam quraşdırmışdım. Yəni, təptəzə şam quraşdırmışdım. Bax, görürsünüz. 1 dəqiqədən sonra bu vəziyyətə düşüb. Mən nasazlığı aşkar eləyəndən sonra, nasazlığı tapdım. Nasazlığı aşkar eləyəndən sonra artıq o avtomobilin üstündəki şamları gəlin gedə göstərim deyil. Şamları yavaş-yavaş ağartmağa başlayır. Yavaş-yavaş. Düzdür, mən ora yeni sensor quraşdırmamışam. Yəni, yenisi alınmayıb, quraşdırmamışam. Amma, məsələn, elə ikinci silindirdəyib alışma boşluğu, düzdür. Məsələn, bir kadra çəkirəm, ha. Yeri gəlmişkən qiymətləndirərsiniz. Baxaq görək, ağartmağa doğru gedir. O birisi alışdırma şamını gördünüz də. Baxın, görürsünüz, bax. Dibləri artıq ağarır. Hardadır?
Bax, görürsünüz, qapqaradır, amma dibləri ağarır. Mən bunu nətər çəkim ki, bu görsənsin. Nətər çəkim ki, bu görsənsin. Burada çəksəm. De bax. Bax, ağarır yavaş-yavaş. Bax, görürsünüz, bax, tinləri ağarır. Bax, farfırın tini yavaş-yavaş ağarır. Yəni, niyə görə ağarır? Çünki MAV sensoru ayırmışdım. Yerində bir saata yaxın işlətdəndən sonra başlayır şamları ağartmağa. İndi havanın da vəziyyəti elədir ki, günəş arxadan vurur. Bax, baxın. Artıq bu ağardır. Bax, görürsünüz. Hə. İndi bura salamat MAV sensoru qoyulsa, bu şamlar hamısı ağaracaq. Bunlar hamısı qaydasına düşəcək. Bu komplekti dəyişməyə ehtiyac yoxdur. Bu öz komplektidir. İndi məsələ ondan ibarətdir ki, farsunkalara artıq tədbir görmək olmur. Gör, hardan gəldim, hara çıxdım. Hə, avtomobil niyə? Hə, farsunkalara tədbir görmək olmur. Bu fikrimi tamamlayayım. Ona görə də bu farsunkalar artıq demək olar ki, yararsız vəziyyətdədir. Bunları çıxardıb ya stəndə qoyub təmizləmək, ya dəyişmək, indi bir şey fikirləşmək lazımdır. Burası belə, bu ilə bitirdik. Yəni, bu avtomobil heç. Bəs niyə yaxalaya bilmir? Deməli, istehsalçı zavoddan mühərrikin idarəetmə blokunu proqramlaşdıranda onun alqoritminə, onun işini proqram təmin edir. Xüsusi alqoritmə əsasən proqramlaşdırır. O alqoritm necə işləyir? Müəyyən sikl ərzində, məsələn 10 saniyə ərzində alışma boşluqları bir 40 dəfə, 50 dəfə təkrar olunmalıdır ki, avtomobildən avtomobilə dəyişir. Məsələn, o Hyundai Sonatada 10 saniyə ərzində 18 dəfə, 19 dəfə olsa kifayət eləyir, artıq çek atacaq. Amma bunda yox. Məsəl üçün, bu o alışma boşluqlarını bir neçə dəfə müəyyən siklərdən, məsəl üçün deyirəm, məsələn, 8 saniyə ərzində bir 40 dəfə alışma boşluğu görməlidir ki, eyni silindirdən söhbət gedir ha. Eyni silindirdən. Söhbət gedir ki, həmin silindir üçün dirsəkli valın düzgün fırlanmamasını hesablaya bilsin, həmin silindirin dirsəkli vala pay verməməsini hesablaya bilsin və dirsəkli valın sensoru ilə qaz paylayıcı valın sensorlarının siqnallar mübadiləsinə əsasən həmin kodu atsın. Ona görə də mən o ustaları qınayan sürücüləri onları qınamamağa çalışıram. Elə ustalar var ki, onlar ancaq kodlarla işləməyə öyrəşiblər. Ona görə də onlarda avtomobil təmiri ancaq kodların üzərində qurulub. Yəni, əgər kod yoxdursa, o avtomobil barəsində heç bir tədbir görə bilmir. Amma elə ustalar da var ki, artıq bu mövzuda püxtələşiblər, öz klassifikasiyasını yüksəldiblər və məsəl üçün alışma boşluqlarını live datada və yaxud da ki, hər hansı bir yerdə yaxalayıb. Məsələn, mən bu söhbəti asiloqrafla yoxlamışam, oradan yaxalamışdım. Ondan sonra indi girib skanerdən də baxanda asiloqraf ümumiyyətlə hər hansı bir silindirin işləmədiyini belə göstərir. Həmin anda, məsələn, ikinci silindir heç dirsəkli vala pay vermir soyuq halda. O birisi silindirlərin üstündə, arada bir yananda biraz fırladır dirsəkli val. Yəni, onu demək istəyirəm ki, o alqoritm, həmin o hesabat, mühərrikin idarəetmə blokunun içərisində yerləşdirilən məntiqi elementə, yəni hər bir prosesorun böyründə məntiqi element olur. O məntiqi elementin hesablamasına uyğun gəlmirsə, o kodu siz avtomobildə görməyəcəksiniz. Amma bu, nasazlığın olmadığı mənasına gəlmir. Yəni, nasazlıq yoxdur demək deyil. Nasazlıq var və onu axtarmaq, tapmaq lazımdır. İndi çətin olacaq, asan da olacaq, baha olacaq, ucuz olacaq. Bu ikinci dərəcəli məsələdir. Amma tapandan sonra tədbir görmək. İndi burada MAV sensoru dəyişəndən sonra farsunkalar barəsində tədbir görmək lazımdır. Belə ki, alışdırma şamları artıq özləri ağaracaqlar, o heç. Onlardan canımızı qurtaracaq, amma farsunkadan necə canımızı qurtaracaq? Onun ucuna nə əl çatır, nə ayaq çatır, ağaracaqmı, ağarmayacaqmı, heç kim də bilə bilməz. Ona ağası artıq naqar bağlayıb. Bu sveçə bu gündədirsə, göründü farsunka nə gündədir. Birbaşa silindirə geydirilib, baxın. Belə, yolda qalmayın.